dəftərinizə götürün, vacibdir. Qayda 1. Sərbəst sözünü harda görsəz, çəki P bərabər olur 0-a. Sərbəst düşmə, sərbəst bu iki sözü harda görsəz, çəki 0-a bərabər olur. Bu dəyişilməz qanundur. Keçirik 2-yə. Sükunətdə və ya bərabər sürət. Bu iki sözü harda görsəz, çəki bərabər olur MJ-yə. Bunu da qayda olaraq qayda dəftərinizə möhkəmcə götürün və bu lazımi məlumatdır. Çəkinin ən vacib məlumatlarıdır. İndi keçirik 3-cü. Buranın üstünü örtürəm. Əgər təcilli hərəkət olarsa, bəs onda nə edirik? İndi birinci qayda. Əgər müəyyən bir təcillə cisim yuxarı doğru gedirsə, yazırıq M, R üstəgəl A, bəli. Əgər aşağı doğru gedirsə, M, J çıxılsın A yazırıq. Ancaq istisnalarımız var. İndi o istisnanı görəcəyik. Əgər bu şərt nə zaman ödənir? Yeyinləşən olarsa, hər ikisi üçün yeyinləşən olarsa. Bəs yavaşlayan olanda necə olacaq? Məsələn, yuxarı doğru yavaşlayan olanda artıq müsbət yox, mənfi olacaq. Və ya aşağı doğru yavaşlayan olanda mənfi yox, müsbət olacaq. İndi gəlin buna dair bir-iki sual-cavab işləyək, olarmı? Məsələn, deyirəm ki, 1. Yuxarıya doğru yavaşlayan hərəkət edirsə. Yazıram. Diqqətlə qulaq asın. M, R, A. Düzdür? İndi yuxarıya görə üstəgəl yazmalıyam. Ancaq yavaş sözünü görəndə tərsinə çevirirəm, olur çıxaq. Mərhələ-mərhələ işləyin həmişə. Sonra yuxarıya doğru yeyinləşən. Yeyin. Nə edirəm? M, R, A. Bəli, üstəgəl. Yuxarı sözünü görürəm, üstəgəl yazıram. Yeyinləşəni də görəndə bəlkidirəm ki, hə, düz eləmişəm, əzəb edəmişəm. Bax belə. İndi gəlin aşağı ilə işləyək. Aşağı doğru, elə belə işarə ilə yazım da, aşağıya doğru yavaş. Yazıram M, R, çıxılsın A. Baxın, aşağı gördüm, çıxılsın elədim. Yavaşı görəndə dedim yox, dəyişəcəm. Aha. İndi aşağı doğru yeyin. M, R, aşağı gördüm, mənfi elədim. Yeyinləşəni də görəndə dedim, okey, qəşəng, düz eləmişəm. Yaxşı, indi sizə bir şey deyim. Bax, məsələn, bu durumda, yuxarıdakı prosesdə əlavə çəki artacaq, yoxsa azalacaq? Normalda çəki nə idi? MJ idi sükunətdə, düzdür? İndi yuxarıdakı vəziyyətə əsasən çəki artacaq, yoxsa azalacaq? Niyə? Baxın, üstəgəl var axı burada. Normalda MJ idisə, bu səfər A-nı da gətiririk. Onda artır. Aha, buna deyirik müəllimlər, əlavə yüklənmə. Əlavə yüklənmə deyirik buna. Əlavə yüklənməni biz harda yaşayırıq? Məsələn, liftlə yuxarıya doğru gedəndə əlavə yüklənmə yaşayırıq. Ona görə də elə bil ki, bizə ağırlıq, elə bir çiynimizdən bir ağırlıq basır. Bax, onda biz əlavə yüklənirik. Onun ağırlığıdır o, sən demə. Və yaxud da, məsələn, deyək ki, uçaqla nə deyirlər bu? Güclü, sürətli uçuşlar olur. Raketlə, nə bilim, raket deməyək də, biraz başqa. Yox, təcilimiz olmur. Sadəcə olaraq o təcil bizə əlavə yükləyir. Əlavə yüklənmə qazandırır. Məsələn, indi orada YouTube'da var ya, qəşəng videolar.
Hə, tək azalır orada da. Hə, hə. Orada da bəli, azalma olur. İndi onu da deyərik. Deməli, orada YouTube-da qəşəng videolar var. Onu qarşıma atsa onu da atacağam sizə. Orada əlavə yüklənməyə məruz qalanda, orada sürücülər pis vəziyyətə qalırlar. Axı bədən öyrənməyibdi, təzyiq dəyişir ona görə. Onu da atacağam, maraq üçün baxarsınız. Elə şey də olur. Yox, indi burada isə çəki azalır. Bəli, hardansa məsələn, yuxarıdan aşağı düşəndə nə baş verir? Elə bil ki, çəkimiz azalır da, bəlkə indi uşaq vaxtı hər kəsdə başına gəlmiş bir hadisədir. Tullanırıq hardansa. Neynir? Elə bir quş kimi uçuruq və ya liftlə aşağı düşəndə sanki adamın ayağı yerdən üzülür. Çünki onda çəkimiz artıq azalır. İndi gəlin bunu suallarla işləyək. Gəlin keçək, burada suallar var. Suallara baxaq. Dimin suallarını bu il sanki biraz içində bəzilərini dəyişib səviyyəli ediblər. Əvvəl çox asan idi. Ancaq bu il biraz fərqli eləyiblər. Aha, indi gözləyək. Bunlara aha, baxın burada sükunət halı deyir. Sükunət halında çəki nəyə bərabər olurdu? MJ vəssalam. Sükunət halı MJ. İndi yaxşı, elə MJ-yə bərabərdir. J də hamı üçün eynidir. Ədalətlidirsə. Deməli hansının çəkisi ağır olacaq? Birincinin yoxsa ikincinin? 3M-in birincinin, bəli. Çünki kütləsi ağır olanın çəkisi də ağır olur. Sonra sərbəst düşür. Baxın, altıda yazılıb ki, sərbəst sözünü gördük tez burada. Görürsünüz, baxın, sərbəst. Deməli, çəki nəyə bərabər olacaq? 0, bəli. Çəki, sərbəst sözünü görəndə çəki 0-a bərabər olur. Bəs deyərsiniz, bu boyda hoqqanı niyə veriblər? Çarıxdırmaq üçün. Aha, indi baxın, nə deyir bizə? Şaquli yuxarı yönəlmiş A təcili ilə. Day burada yavaş yeyin yoxdur deyə, elə yuxarını görən kimi neynirəm? Toplayıram. İndi şaquli aşağı deyirsə neynirəm? Bir də 2M yox, MJ ilə. Aha, çıxıram. Sonra cisim yerin cazibəsinin aha, bir də çəkinin belə bir tərifi var. Dayağa və ya askıya tətbiq olunan qüvvə. Bəli, dayağa və ya askıya. Məsələn, ağırlıq qüvvəsi ancaq yox, ağırlıq da elə olurdu, heç nə ağırlıqla işim olmazdı. İndi məsələn deyir A bərabərdir 0.5-i olarsa, deməli etdikdə tərəzinin göstərişi, yəni çəki necə dəyişər? Normalda çəki nə idi? MJ idi, düzdür? Normalda çəki MJ idi. Sonra bax təcil verəndən sonra oldu M. J üstə gəlsin. 0.5 artıq olduğu üçün yazıram 0.5 J. Bunu da topladım oldu 1.5 J. Baxın. 1.5 dəfə artmış oldu. Sonra yer səthinə bərabər təcillə tormozlanaraq enən kosmik gəmidə M kütləcinin çəkisi P-yə bərabərdir. Gəmi hansı təcillə hərəkət edər? Bunu da şərtdir. Yerinə yazın, axırda təcili çıxarın getsin. Sonra bayaq yazmadıq mı bunu bircə dəqiqə? Deməli, tormozlanaraq enir. Əvvəla enirsə çıxmadı. Ancaq tormoz sözünü görəndə tormoz nə zaman olurdu? Yavaşlayanda. Ona görə tərsinə çevirirəm, üstəgəl yazıram. Düzdür? Yazırıq ki, M, J üstə gəlsin A bərabərdir P. Da bayaq yazdığımız şərt. Bunu nəyə əsasən yazdıq? Baxın indi. Aşağı sözünü gördük, enən. Enir sözünü görəndə tez çıxaq yazdıq. Tormuz sözünü görəndə dəyişdik, müsbət elədik. Bu müsbət. İndi nə edirik? Bizdən sadəcə təcili soruşur. Onda M-i bu tərəfə bölmə kimi. Bax, bir də buradan yazım, orada yer dardır. M, J üstə gəlsin A-dan. Nə edirik müəllimlər? M-i bu tərəfə bölmə kimi atırıq. M-lə işimiz bitdi. J-ni də nə edəcəyik? Çıxma kimi atacağıq. A-nı tapa bilmək üçün. Başa düşdünüz, yoxsa yenidən daha geniş göstərim? Narahat olmayın müəllimə. Problem varsa deyin, bir də göstərim.
Yəni kim düşməsə bax deyin, ola bilər ki, beyin qarışar, problem olar deyin, həmin anda mən onu göstərim. İndi gəlin lap 12-ni də eləyək, bərkidək dəyişimizi. Əmin olum ki, problem qalmadı. Baxıram, şaquli istiqamətdə yuxarı. Yuxarı deyəndə müsbət götürürəm, yavaşlayan sözünə görə dəyişib eləyirəm mənfi. Olur nə? M, J, çıxılsın A bərabərdir nəyə? P-yə. P də çəkinin işarəsidir də. İndi biz buradan A-nı tapmaq üçün neyniyərik? Təkcə A-nı soruşur bizdən. A bərabər olar. M-i bu tərəfə bölmə kimi ataram. P bölünsün M. J-ni də neyniyərəm? Yox, J üstə gəlsin P. J, bizə dəqiqə. Çıxılsın J. Gözləyin. Bircə dəqiqə P bərabər olur. J çıxılsın A-ya. Buradan da J-ni çıxaq kimi atdıq. O da olur mənfi. J çıxılsın. Burada belə eləyəcək. J çıxılsın. P bölünsün M. Və bu şərt də artıq tənliyin şərtidir. Onu özünüz yazarsınız. Belə. Sonra 13-ə baxaq. Ehtiyac var. Sonra bax 18-də mənə deyir ki, nə zaman çəkisiz olur. Çəkisiz nə deməkdir? Yəni P bərabərdir 0 olur. Çəkisiz nə zaman olurdu? Bəli, sərbəst sözünü axtarırıq işin içində. Bir dənə sərbəst sözünü axtarırıq, tamamdır. Sükunət sözünü görəndə nə edirik? MJ-nin özünə bərabərdir. Bu qramı çeviririk kiloqrama, sonra işləyirik. Onu da unutmayın. Sonra, axı biz deyirdik ki, səthə, dayağa və ya askıya tətbiq olunur. Baxın, bunu əyən nədir? Çəkidir. Deyir ki, hansı halda liftdəki adamın çəkisi onun sükunət çəkisindən böyük olar. Böyükdürsə, deməli müsbətdir də, hə, üstə gəliblər. İndi gəlin baxaq görək hansında üstə gəldi, hansında. A variantında deyir ki, yuxarıya doğru bərabər sürətlə. Bərabər sürət görəndə nəyi götürəcəyik? MJ-nin özünü. Deməli bunu götürə bilmərik. Sonra ikincidə B variantında deyir ki, aşağıya doğru yeyinləşən. Aşağıya doğru yeyinləşən olanda nə olurdu? Çıx olurdu. Bəli. C-də deyir ki, yuxarıya doğru yavaşlayan. Yuxarıya doğru yavaşlayanda nə olurdu? Çıx olurdu. Sonra yuxarıya doğru yeyinləşən. Müsbət. Bəli, elə axtardığımızı tapdıq. Bu çətin mövzu deyil, elə onları da bilsə kifayət eləyir. Sonra gəlin bir dənə də 41-ə baxaq ehtiyac üçün. Zoom atanda mən yenidən sizə deməli nə edir? Yuxarıya qalxan lift əvvəl yeyinləşir, yuxarıya qalxır. Düzdür? Dayan bircə dəqiqə. Yuxarıya qalxır. Yeyinləşən olanda nə edirdik? Üstə gəlirik. Yuxarıdır, həm də yeyinləşəndir.